لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. ومقام التوكل Təvəkkül məqamı uca Allahı layiqincə tanımağın mərifətullah على üzərində حسن المعرفة qurulmuşdur. بالله جل في علاه فمن لم يعرف ربه Kim Rəbbini onun kamilliyi, əzəməti, iradəsinin mütləqliyi, qüdrətinin hər şeyi əhatə etməsi və elminin sonsuzluğu ilə tanımazsa, onun iradəsinin mükəmməlliyini və qəzasının, yəni hökmünün qaçılmazlığını dərk etməzsə, ona layiqincə təvəkkül edə bilməz. ونفوذ قضائه فإنه لا يحسن التوكل عليه فالتوكل Deməli, təvəkkül Allahı gözəl şəkildə tanımaqdan asılıdır. ولهذا كلما Məhz buna görə də bəndənin uca Allaha olan imanı nə qədər güclənərsə və onu tanıması nə qədər doğru olarsa, ona olan təvəkkülü də bir o qədər qüvvətlənər, ona sığınması daha da əzəmətli olar. وعظم التجاؤه إليه وفوض Və bütün işlərini ona həvalə edər. Beləliklə, istər dini, istərsə də dünyəvi olsun, hər bir işində, hər bir məsləhətində və hər bir ehtiyacında yalnız ona sığınar. وحاجة من حاجاته أموره الدينية والدنيوية